Bağışlayan mehriban Allah'ın adıyla mən də öz növbəmdə dəyərli ustadımızı, axsaqqalımızı, böyüyümüzü təbrik edirəm. Əziz Peyğəmbərimiz buyurduğu kimi bir insan haqqında ən gözəl dua onun haqqında söylənilən müsbət fikirlərdir. Bir insan haqqında söylənilən müsbət fikirlər onun üçün ən gözəl duadır. Və bu gündə deyilən sözlər hamısı hələ ustadımız Hazır ünvanında dualar oldu. Allah bu mübarək mövlüdü xeyirli, bərəkətli etsin. Bir daha təbrik edirəm. Bismillahirrahmanirrahim. Mərhəməti geniş və davamlı olan Allah'ın adıyla Allah sizləri hifz eləsin. Həmd olsun Allah'a ki, belə əziz cümləmizi yerə topluyor. Müxtəlif təriflər deyildi. Hazının buyurduğu kimi layiq olanda sözlər deyildi Hazır haqqında. Və xüsusi aya, xüsusi günlərə təsadüf edir, Şaban ayına təsadüf edir Hazının yubileyinin kesilməsi. Amma əslində nəzərinizə çatdırım ki, Hazının ad günü yanvar ayının birinə təsadüf edirdi. Çox maraqlı ki, 20 gündən sonra bu günə gəlib çıxdı bu yubileyin kesilməsi. Burada da yəqin ki, ilahi bir hikmət var. Çünki təşkilatçılar özləri bilirlər ki, çox cəhd olundu ki, bu 20 gün ərzində bu yubiley qeyd olunsun. Amma Allahın hikməti bundan ibarət oldu ki, bu mövlud, bu yubiley məhz Şaban ayına düşdü. Şaban ayından digər bir-iki ay var. Onlar ikisi digər 10 aydan fərqlənir. Fərqlənmə səbəbi də İmam Hüseyin əleyhissalamla bağlıdır. Birincisi Məhərrəm ayıdır ki, Məhərrəm ayında İmam Hüseyin əleyhissalam şəhid olub. Bu ayda heç bir mövlud yoxdur, heç bir məsumun dünyaya gəliş, veladəti yoxdur. Eyni zamanda Şaban ayı. Şaban ayında da İmam Hüseyin əleyhissalamın mövlududur. Bu ayda, sırf bu ayda heç bir şəhadət günü yoxdur. Bu da Allah'ın yəqin Hazır Raufa, Bölgə Qazimizə ilahi lütfüdür, öz lütfündəndir ki, məhz bu günə gəlib düşdü. Hazır Raufa nəzər salanda bizim fikrimizdən yalnız bir ayə keçir ki, Allah Quranda buyurur, və əhsən kəmə əhsənəllahu lək. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq elə. Sanki Hazır Raufa bu ayəni yaşayır. Hazır Raufa Allah'tan əldə etdiyi yaxşılıqları insanlar arasında bölüşməyə çalışan böyüklərdən, axsaqqallardan biridir. Necə ki, müxtəlif təbəqələrin nümayəndələri danışdılar şəhidlər məclislərində, şəhid ailələrində, qazilərlə, yaxud ehtiyacı olan istənilən bir insan Hacı Ağzasında boş yeri qaytarılır. Mən şəxsən öz həyatımdan deyirəm ki, mənim həyatımın dönüş nöqtəsində əvəzsiz rolu olan şəxsiyyətdir Hazır Rauf. Ona görə ona öz minnətdarlığımızı bildiririk. Yəqin ki, bütün bu etdiyi, insanlıq aləmdə etdiyi bu yaxşılıqların savabın Allah Taala özü ona əta eləyər. Çünki Quranda Allah buyurur, وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللّٰهِ. Allah özünüz üçün etdiyiniz istənilən bir xeyri siz Allah dərgahında tapacaqsınız, görəcəksiniz. İnşallah ümidimiz budur ki, Allah Taala Hacıya onun etdiyi əməllərin qarşılığını verər. İnsan var ki, öz ömrünü, öz həyatını ahirətinin sərmayəsi qərar verir. Hazır Rauf da o şəxsiyyətlərdən biridir. İmam Sadiq əleyhissalam buyurur, əgər bir alim dünyadan köçərsə, İslamda boşluq yaranar, İslam dünyasında boşluq yaranar. Və elə bir boşluq ki, o boşluğu heç nə əvəz edəməz. Biz bir dəfə bu boşluğu hiss eləmişik, Allah Hacışahına rəhmət eləsin. Və işte onun bu boşluğun hiss etdiyimizə görə bugün xalqın müxtəlif təbəqələri birləşib Hazır Rauf kimi din xadiminin, Hazır Rauf kimi insani dəyərlərin sahibinin mövlud gününə, yubileyinə toplaşmışıq. Hazır Rauf, bir kəlmə ilə sizə bu cür təbrik edərəm ki, biz sizdən razıyıq, Allah da sizdən razı.